Deməli, birinci misal. Birinci misalı mən sizə o vaxt 2 üsulla və bütün yoldaşlara məncə 2 üsulla demişdim. Demişdik ki, biz bunu nə ilə yazırıq? Kosinuslar teoremi ilə. Deməli, paralelogramın perimetri 24-dür. Perimetri 24 olduğuna görə paralelogramın eni ilə uzunluğunun cəmi olmalıdır 12. Bir tərəfinə x deyəndə bir tərəfinə 12 çıx x qaldı və keçirdik kosinuslar teoreminə. Kosinuslar teoreminə görə tərəfin kvadratı bərabərdir digər iki tərəfin kvadratı çıx onların hasili vur 2 vur aradakı bucağın kosinus. İndi nə oldu burada uşaqlar? X kvadratlar gedir. Əla. Kosinus 60-da nədir? 8 İki x tərəf. 16x bərabər 80. Attım bunu bura. Mənfi 8 üstə 24. 16x. Bunu attım bura. 144-dən 64 çıxanda nə qədər elədi? 80. 80, X X5. oldu 5. Bura 5. Bura 7. Yəni bizdən də kiçik tərəfi soruşduqlarına görə sualın cavabı olur 5. Burada kimə aydın deyil? Müəllim, orada Və A-dan bir buyur de. B-yə hündürlük çəksək, o da alınır. B, indi gəlirəm. Sən deyən gəlirəm, əziz qardaş. Deməli, bu 1, bu 1. Deməli, bura x, yenə bura 12 çıx x. 12 çıxılsın x-dir. Bəli, BD-yə hündürlük çəkərək 30, 60, 90-dan getmişdik biz bunu. Deməli, 90, 30. 90-ın qarşısı x olduğundan 30-un qarşısı oldu x bölü 2. Bura bütöv 8 olduğundan bura qaldı 8 çıxılsın x bölünsün 2. Bura nəyi tətbiq eləyirik? Bir dənə də bu qaldı. 60-ın da qarşısı kök altda 3. 30-un qarşısı x bölü 2 olduğundan 60-ın qarşısı kök altda 3x bölünsün 2. Bura tətbiq eləyirik. Deməli, Pifaqor teoremi. Katetin kvadratı üstəgəl digər katetin kvadratı bərabərdir hipotenusun kvadratı. Yəni, bunu da açaraq həll eləmək mümkündür. Nə aydın deyil burada? Aydın. İkinci sual məncə şifahidir uşaqlar, düzdürmü? Bəli. Yəni, eni uzunluğa vurduz. 3,5-i 1,8-ə vururuq, kifayət eləyir. Üçüncü sual bəs, dərəcəni radiana çevirmək üçün dərəcəni vurmaq lazımdır. Pi-yə bölmək lazımdır 180. Bu da 15-ə ixtisar 5 pi böl 12. 12. Belə də deyə bilərsən, deyərsən ki, bəs pi radian 180 dərəcədir, bəs 75 daha doğrusu 75 dərəcə neçə radiandır? Tənasüblə də həll eləyə bilərsən. Sonra dördüncü sual sırf düstur sualdır. Bayaq kub sualı idi. Bu dəfə paraleliped. Paralelepedin deməli düzbucaqlı paralelepedin həcmini tapanda eni, uzunu, hündürlüyü vururduq bir-birinə. O zaman 8 vur, 25 vurdu. En uzun hündürlüyü elə onun belə deyək təhdli ölçüləri də götürdük, vurduq bir-birinə. Cavab oldu neçə? 800. 800. Gözəl. Beşinci sual sistemin sonsuz sayda. Təbii ki, bu da xətti tənliklər sistemidir. Nə zaman sonsuz sayda həll olurdu uşaqlar? Nə olurdu? Üçü də bərabər A1 böl A2 bərabərdir B1 böl B2 bərabərdir C1 böl C2. İndi mənə bunu çarpaz vurmaq daha... Niyə mən bunu çarpaz vururam? Bu əslində qeyri-adi bir şey deyil. Götür hansının ürəyin istəyir, çarpaz vur, həll elə. Amma məsələn görürəm ki, mən bunu çarpaz vurub əldə etsəm kvadratik tənlik alacam. Bu da xətti tənlikdir axı. Biri ödəyib, biri ödəməyəcək məcburən. Çünki burası xətti tənlik. Yəni bunun onsuz da bir kökü artıq olacaq. Onda gəl buranı vurub həll eləyək də. Niyə? Onunla özümü öldürürəm. Burada da 9-dan 18-i ixtisar eləyərəm ki, işim biraz asan da olsun. Onun da məxrəcini böldüm, bunun da məxrəcini. 2m bərabərdir m çıxılsın 3 və m bərabərdir -3.
İndi bu buna bərabər olur. Axı bu da buna bərabər olmalıdır. Gəl burada m-in yerinə -3 qoyaq görək bərabər olurmu? -15 edir -3/1. -3 bu da -3/1. Deməli m-in -3 qiymətində olur. Kimə aydın deyil bu? Aydındır var. 6-cı sual. Dəyişənin hansı qiymətində 2y vur 3y çıx 1 ifadəsinin qiyməti y vur 7 üstə 6y ifadəsinin qiymətindən 90 böyükdür. Bu var ha, bu 90 çoxdur. Onda gəl bundan 90 çıxaq. Ya da bu bir şeyin üzərinə 90 gələrdin. O da Ya olur. da hamısını şeyləyib 90-a bərabər eləyə bilərdik də. Toplayıb əzim. Bəli. Axı cəmi 90 demir. Çıxarıq da onda. Bəli, birindən o birisini çıxıb, amma onda da fikir verməlisən ki, hansından hansını çıxırsan, çıxıb 90-a bərabər eləyə bilərdin. Amma onda da gərək nə edərdin? Bu çıxılsın, bu bərabərdir. Çünki böyük olan budur. Böyüyü təyin eləmək lazımdır. Fikrim aydındır, qardaş? Bəli. Bu 6y kvadratlar bir-birini götürdü. -2 çıx 7, -9y bərabərdir 90-a. Y olur -10. Kimə aydın deyil bu uşaqlar? Aydın mühüm. 7-ci sual sırf düstur sualıdır. Yəni düsturu bilirəmsə yazacağam. Mən də ədədi silsilədə ilk 21 həddin cəminin belə aça bilirəm. 2 dənə A necə idi? 2 dənə A1 21-dən 1 əksik 20 dənədir. Bölürdün 2-yə, vururdun 21-ə. Bu idi də SN 2A1 üstə D vur N çıx 1 bölü 2 vur. Bu ikilər gedəndə ixtisar A1 üstə 10D 105-i də 21-ə böldüm 5. Elə A1 üstə 10D nə deməkdir uşaqlar? A11 deməkdir. Birinci həddin üstünə sən 10 dəfə D gəlirsənsə, gedib 11-ci hədd tapırsan. Adam da bizdən 11-ci həddi istəyir. Sualın cavabı olur 5 E variantı. 8-ci sual. Təkliflərdən hansı doğru deyil? Nəzəriyyə ilə bağlı sual. İki çoxluğun çəkməsi elə o çoxluğun özünü verər. Bu təbii ki, doğru bir ifadədir. Bir çoxluq özü ilə kəşşəndə özünü verəcək. İkincisində deyir ki, A ilə B-ni kəsişdirib, təzədən A ilə B birləşdirsəm, A-nın alt çoxluğudur. Yəni, sən A ilə B-ni kəsişdirdiyin şeylər mütləq A-nın içində var. Onu A ilə birləşdirirsənsə, onsuz da A-nın içində var və çoxluq da özünün alt çoxluğudur. Yəni, hər çoxluq özünün alt çoxluğu olduğuna görə doğrudur. Məsələn, buna bax. Bax, A ilə B-ni kəsişdirdim. Sonra onu təzədən A ilə birləşdirdim. Qaldı elə A-nın özü. Sonra C variantı. C variantında deyir ki, A ilə B-ni birləşdirib C ilə birləşdirmək, B ilə C. Yəni, İstəyirsən bu iki çoxluğu bir yerə yığ, sonra bunu gəl onun üstünə. Ya da bu iki çoxluğu bir yerə yığ, bunu yığ. Yəni təbii ki, bu çoxluğun özünü verəcək. Amma D bəndində ciddi bir xəta var. Deyir, A ilə B-ni birləşdirəndə A-nın alt çoxluğudur. B-nin içində elə bir şey ola bilər ki, A-nın içində olmasın. Və onda necə A-nın alt çoxluğu olacaq? Yəni, A ilə B-nin birləşməsi, baxın, buradır. Və bu ştrixlənən hissənin hamısı A-nın içində var? Yox. Ona görə yanlış bənd D bəndidir. E bəndi də təbii ki, artıq belə deyək də, aydındır ki, B ilə C-ni kəsişdirib A ilə kəsişdirmək, ya da A ilə B-ni kəsişdirib C ilə kəsişdirmək. Yəni, həmçinin bu kəsişmə məntiqi vurmadır da, B-ni C-yə vurub sonra A-ya vurmaqla, A-nı B-yə vurub sonra C-yə vurmaq fərq eləmir. 9-cu sual, fırlanma cisimləri ikinci hissənin sonuncu bölməsi 11-ci sinif mövzusu bir sual. Tərəfi 4-ə bərabər olan kvadrat tərəflərindən birinin ətrafında fırlanır. Deməli, tutaq ki, bu kvadrat bu tərəfin ətrafında başlayır fırlanmağa. Belə fırlanır, bu nöqtədə belə fırlanır, bu nöqtədə belə fırlanır, bu nöqtədə. Təbii ki, kvadrat nə yaranacaq uşaqlar? Təbii ki, bir silindir yaranacaq. Və bu silindirin radiusu nə qədər olacaq? 4. Hündürlüyü nə qədər olacaq? 4. Silindirin radiusu 4, hündürlüyü 4. Bizdən də yan səthin sahəsini istəyir. Nədir silindirin yan səthinin sahə düsturu? 2 pi r h. 2
P eğer H 32 pi. 32. 10-cu suala baxırıq. 10-cu sual kompleks ədədlər mövzusu ilə bağlı, yenə 11-ci sinif mövzusudur. Deməli, bərabərliklərdən hansı doğrudur? Yəni, burada açıq-aşkar 3-cü bəndlə 4-cü bəndin doğru olduğu açıq-aşkardır. Digər bəndlərdə isə, məsələn, müəyyən mənada doğru və xətalı bir şey var, amma bunlarda həqiqi ədəd saydıqlarına görə 3-cü bəndlə 4-cü bənd doğrudur. Digər bəndlər yanlışdır. Çünki artıq sən kompleks mənada baxırsansa, buna cürbəcür səbəb vermək olar. Kompleks mənada işlər biraz qarışıqdır. Söhbət kompleks ədədlərdən gedirsə, bunların özünə də səhv demək olar. Çünki kompleks ədədlər çoxluğunda n-ci dərəcəli ədədin n dənə kökü var. Yəni, 2-ci dərəcənin kökünün 2 cavabı var. 3-cü dərəcənin kökünün 3 cavabı var. Yəni, buradan 2 ədəd çıxardıblar. Yəni, kök altı mənfiyə bərabər olmaz deyə bunu səhv deyirlər. Və ya burada bir dənə müsbətin, bir dənə mənfisini də çıxartmaq olardı. Yəni, kök altı mənfidən 2 dənə də çıxartmaq olardı. Amma cürbəcür səbəb baxmaq olar. Amma 3-cü bəndlə 4-cü bənd həqiqi ədədlər çoxluğunda açıq-aşkar doğrudur. Ona görə olur E variantı. 11-ci misala baxıram. 11-ci misalda bəlkə də hansınızsa kvadrata yüksəltmə ilə həll eləmişsiniz. Amma köməkçi arqument düsturu ilə rahatlıqla yazmaq olar. Sinus alfa çıxılsın kosinus alfa kökün altında 2 sinus alfa çıxılsın pi bölü 4. Bu sual 10-cu sinif mövzusudur. Bu düsturdan istifadə edirik. Sinus x çıxılsın kosinus x kökün altında sinus x çıxılsın pi bölü 4 kimi açdıq. Biri də kök altında 2-yə bölürəm. Vuranda qoşmaya kök 2 bölü 2. Bundan öncəki buraxılış testində biz sinus x bərabərdir A tənliyinin həlli dedik. Necə dedik sinus x bərabərdir A tənliyinin həllin? Mənfi 1 üstə n arc sinus A üstə pi n. Və yenə də həmən düsturdan istifadə edirik. O zaman sinusun içi bərabərdir. Mənfi 1 üstə n. Arc sinus kök 2 bölü 2 nəyə bərabərdir yoldaşlar? 4. 5. Pi bölü 4. Çünki sinus kök altında 2 bölü 2-ni harda alır? Pi bölü 4-dən. Üstə gəl pi n. Və pi bölü 4-ü sağa atıb x-i saxlayıram tək. İndi mənə bunun ən kiçik qiymətini tapmaq lazımdır. Ən kiçiyinin müsbətin. Təbii ki, uşaqlar, mənfi ədədləri verəndə n-lərə mənfi qiymətlər tapacaqsan. O müsbət deyil. Bunun üçün ən balaca başlayırıq həmişəki kimi sıfırdan. N-ə 0 verəndə bu oldu 1, bu da getdi 0-a. Pi bölü 4 üstə pi bölü 4 oldu pi bölü 2 90 dərəcə. Artıq N-ə 1 verəndə bu pi bölü 4-lər gedir, qalır pi. 2 verəndə getdikcə artır. Yəni, müsbətlərin ən kiçiyi elə pi bölü 2, yəni 90 dərəcə olur A variantı. 12-ci sual. Deməli, x kvadratı çıx 9. X kvadratı çıx 9, x çıx x üstə gəlinsin 3 kimi vuruqlara ayrıldı. Uşaqlar, bu ifadəni ata bilərəm də, hə? Yoxsa yox? Çünki o hər zaman müsbətdir. Hər zaman müsbətdir. Deməli, məcburən bu müsbət olmasın. Biri müsbət 3, biri mənfi 3. İstəyirsən intervallar üsuluna keç. Ya da müəllim demişdi ki, 2 kökdə böyükdürün həlli nədir? Kiçik kökdən kiçik, Böyükdən böyük. mənfi sonsuzluq. Mənfi 3-ə 3-dən müsbət sonsuz. Bu sualda kimə aydın deyil? 13-cü suala şifahi deyin, keçək uşaqlar. 70 vurulsun 0,5 bərabərdir 21. Tamam. 14-cü sual. Deməli, 14-də deyir ki, cədvəldə bir nöqtədən keçən düz xətlərin və onlara uyğun şüaların sayı verilir. Bir nöqtədən keçən düz xət. Bir dənə nöqtə. Birincidə deyir ki, 2 dənə. Yəni, bir nöqtədən 2 dənə düz xət keçib. Bir nöqtədən keçən düz xətdə. Burada neçə şüa var uşaqlar? 4. 1, 2, 3, 4 dənə. Bəli. Amma burada bir nöqtədən 5 düz xət. Artıq gördüyündə bəli, hər dəfə bir düz xətdə 2 yarım düz xət yarandığına görə 2 şüa. O zaman burada da
10 dənə şua olmuş oldu. M üstə n sualın cavabı oldu 14. 15-ci sual 10-cu sinif mövzusu, loqaritma mövzusu. Tənliyini həll edin. Deməli, loqaritmalar bilirdik ki, uşaqlar toplamada loqaritmanın Vurma. içərisi nəyə keçir? Vurmaya keçir. X-ı vururam, x üstə 2-yə, x kvadrat üstə 2x. Sonra bilirdim ki, loqaritmanın önündəki ədədi loqaritmanın içərisindəki ədədin qüvvətini ata bilərəm. Kök altı 3-ün kvadratı 3. Sonra loqaritma 2-ləri ataram gedər. Amma loqaritma 2-ləri atmamışdan öncə qeyd eləyək. Loqaritmanın içində x var, böyükdür 0. Loqaritmanın içində x üstə 2 var, böyükdür 0. Bax, diqqətimizdə qalsın. Beləliklə, x kvadrat üstə 2x bərabərdir 3. X kvadrat üstə 2x çıx 3. Bunu mənə Vietnam və ya diskriminantla Manfi testdə 3, göndərəcəyim. manfi 3, 1. 1 götürəlim. 1 və mənfi 3. Mənfi 3 loqaritmanın için mənfiyə çevirir deyə sualımızın cavabı olur 1. Bu kimə aydın deyil? Aydın. 16-cı sual. Bayaqki testdə bu sualın ziddi idi. Orada deyirdi, ən böyük qiyməti harda alır? Yəni, səndən mənfi b/2-anı soruşur. Burada deyir, ən böyük qiymətin özün. Yəni, ya mənfi d/4-anı tap, ya da mənfi b/2-anı tap, qoy yerinə. Bəli, mənfi b/2a oldu, deməli, 1. 1-i yerinə qoydum. Kimdir? Mənfi diskriminant böl 4 ilə yazan. 1-i yerinə qoydum. Oldu 7. Uşaqlar, bu funksiyanın ən böyük qiyməti 7-dir. Bir qiymət. Ən böyük qiyməti harda alır? 1-də. Səndən ən böyüyü soruşduğuna görə cavab oldu 7. Var anlaşılmayan nəsə? 17-ci suala baxıram. X ədədin 10-a böləndə 5 eləyir, qalıq y. Deyir, qalıq ən böyük olsun. Bir şeyi 13-ə bölürsənsə, ən böyük qalıq nə olur uşaqlar? 12. 12. Yəni, qalıq böləndən bir vahid kiçikdir. 13 vur Bölünən 5 üstü bərabərdir. 92. Bəli, natamam qismət vur qalıq üstə 12. 65 üstə 12. 77. 77. Kimə aydın deyil? Aydınım. Yenə 10-cu sinif mövzusu, loqaritma mövzusu. Loqaritmada kvadratlar fərqi var. Tez keçəcəm oradan müxtəsərə. Bir dəfə loqaritma 2 əsasdan 20 çıx loqaritma 2 əsasdan 5. Bir dəfə loqaritma 2 əsasdan 20 üstə loqaritma 2 əsasdan 5. Bölünsün loqaritma 2 əsasdan 10. Uşaqlar, loqaritmaların içləri, üzr istəyirəm, loqaritmaların əsasları eynidirsə, çıxmada içərləri bölünürdü, vurmada içərləri toplamada, daha doğrusu çıxmada içərləri bölünürdü, toplamada içərləri vurulurdu. Belə bir qaydadır, standart öyrəndiyimiz düsturdur da, bu dəfələrlə istifadə eləmişik. 2 əsasdan 20-dən 2 əsasdan 5-i çıxıram, çıxmada içərilər bölünürdü. 20-ni 5-ə böldüm, oldu 4. Toplamada 20-ni 5-ə vurdum, oldu 100. Loqaritma 2 əsasdan 4-ün qiymətini mən əzbər bilirəm. Neçə eləyir? 2. 2. Yəni 2-nin hansı qüvvəti 4-dür? İkinci qüvvəti. Sonra bayaq kvadratı kim yazır? Bəli, bayaq bu düsturun tərsindən istifadə edirik. Buradakı ədədi atdıq onun qüvvətinə. İndi onu tərsinə edəcəyik. 100-ün əvəzinə onun kvadratı yazıram və qaydamız var. Loqaritmanın içinin qüvvəti önə olduğu kimi keçir. 2 keçdi önə və önə keçən 2 bu 2-dir. O zaman loqaritma Onlarda iftar getdi. Bəli, aşağıdakı 2 əsasdan onlar getdi. 2 vur 2 oldudur. 19-cu sualın həll eləmək üçün mən sizə 2 yanaşma göstərmişdim. Birinci yanaşmamız belə idi. Həmişə bu ədədi bölürdü 2-yə. İndi vuranda 2 kök 3 eləyən ədədlər hansıdır? Biri bunlar, biri də bunlar. Bunların hansının kvadratlarını toplayanda 7 eləyir? 2 ilə kökdə 3. 2 ilə kökdə 3-ün. Deməli, bu ifadə 2 üstə kök 3-ün
kvadratıdır. Kvadratla kök getdi, qaldı belə. Digəri də elə onun çıxmasıdır. Bunları toplayanda sualın cavabı oldudur. Bu birinci yanaşma. İkinci yanaşmamız necə idi? Bəzən dedik ki, bu tip ifadələrdə bizə elə ədədlər verirdilər ki, biz onları yazırdıq və kvadratlarını toplayanda 7 verən alınmırdı. Belə olan halda biz özümüzdən onu nəyəsə vurmalıydıq, bölməliydik ki, yenə müxtəsər yaransın. Amma 2 dənə mürəkkəb kökün bu cür cəmi varsa, birbaşa buna T deyib, hər tərəfdə kvadrata yüksəldə bilirdik. Müxtəsərlə açıq. Birincinin kvadratı. Üstə gəl. 2 vur. Birinci vur. İkinci. Üstə gəl. İkincinin kvadratı. Bununla bu getsin. 7 üstə 7, 14. 7 üstə 4 köküsü 7 çıx 4 köküsə vuranda nə edir? Birincinin kvadratı çıx ikincinin kvadratı. Çünki 7-nin kvadratı 49'dur. 4 köküsün kvadratı 16 vur 3, 48. Elədi 16. Mən axtarırdım T-ni. Amma tapdım T kvadratını. Kvadratı 16 olan 4 var və mənfi 4 var. Təbii ki, biz hansını götürəcəyik? Müsbət 4'ü. Çünki 2 dənə cüt dərəcəli kök toplayanda mənfi eləmir. 20-ci sual yenə törəmə sualdır. Törəmə keçdiyimiz yoldaşlar üçün izah edirik. Blok mövzusunun sualıdır. 7x-in törəməsi 7'dir. 2 vur. Öyrənmişdim ki, sinus funksiyasının törəməsi kosinusdur. Lakin sinus x-in törəməsi kosinus x-dir. Amma bu sinus x deyil də, sinus 2x-dir. Bir də vurursan 2x-in özünün törəməsinə, yəni 2-yə. 7 üstə 4 dənə kosinus 2x. İndi bucağı pi bölü 6, 30 dərəcə veriblər. Qoyaq yerinə hesablayaq. 2 dənə 30, kos 60. Kos 60 da 2-də 1'dir. 4'ü 2'də 1'ə vurdum. Sualın cavabı 9. 21-ci sual. Müstəvini kəsməyən AB parçası. Bir dənə səthimiz var. Bir dənə də AB parçamız var. Müstəvini kəsmir. Uclarından və M-orta nöqtəsindən deməli, AB parçasının uclarından və M-orta nöqtəsindən keçən müstəvini A1, B1, M1 nöqtəsindən paralel düz xəttlər. İndi A-dan müstəviyə AA1, ortası olan M-dən müstəviyə M1, bir ucundan da B1 paralelləri çəkilir. Bunlar paraleldir. AA1 8'dir, BB1 4'dür. Onda mənim şəklim inandırıcı deyil də, uzun olan, bəli. BB1 4'dür, onda mən düz çəkmişəm. BB1 4'dür, A1 8'dir. Amma yenə inandırıcı deyil. Bu uzun, bu qısa. Ciddi fərq eləmir, amma maraqlı olsun deyə yerinə yazaq. İndi mən hardan bilim o aşağı, bu yuxarı idi də. BB1 8, BB1 4, aynen A1'in yerini dəyişdirdim də. A1 8 ortanı istəyir. Bu da uşaqlar biz demişdik ki, faleslə yazmaq olar və ya trapesiyanın orta xətti kimi düşünmək olar da. Trapesiyanın orta xətti oturacaqlar zəminin yarısı. 6. 12 bölü 6. Kimə aydın deyil? Aha, 22-ci sualda tez-tez nöqtələrin koordinatlarını qeyd eləyək. Deməli, A nöqtəsinin koordinatı nədir uşaqlar? X2, Y3. Sonra X3, Y7. o birisini də yazdım. Deməli, X9, Y-də 7. bu da belə. İndi məsələdə nədən söhbət gedir? ABCD paralelogramın təpə nöqtə 3'ünün koordinatı verilib AD-nin ortası. Yəni artıq məsələ aydındır da, düzdürmü? Məncə də biz bunu öyrəndik. Bayaq bunu 2 üsulla göstərdik. İndi hansı ilə yazaq bunu? Birinci rahat gəldi, ikinci rahat olmasına birinci rahat idi. Birinci Amma mənim. birinci rahat idi. Amma birinci ciddi üsul deyil də. Mən sizlə razıyam. Birinci rahat idi.
Amma birinci ciddi üsul məncə deyil axı. Deməli, gəlin elə bir yazaq ki, heç kim heç yerdə çatdanmaz. Yəni, o şəkli çəkib rahatlıqla yaza bilirik. Öncə dedik ki, A var, C var. Onda gəl AC-nin ortasını tapaq. AC-nin ortası nə oldu uşaqlar? 2, 9, 5 onda 5. 11 bölü 2, 3, 7, 10 bölü 2. Onsuz təzədən vuracam da, niyə toplayım? İndi D nöqtəsinin koordinatları x, y. Dedik elə AC-nin ortası ilə BD-nin ortası eynidir. B ilə də D-ni toplayıb 2-yə böləndə olur. B ilə də D-ni toplayanda. Yəni 3 ilə x-i toplayıb 2-yə böləndə ortanın x-ini verir. 7 ilə də y-i toplayıb 2-yə böləndə ortanın y-ini verir. Beləliklə x olur 8, y olur 3. Uşaqlar, bura qədər nə ilə razı deyilsiniz? İndi adam bizə demişdi AD-nin ortasını tap. Onda AD-nin ortası nə oldu? 2, 8, 10 yarısı 5, 3, 6 yarısı. Cavab 5, 3. Kimə aydın deyil bu? Aydın. 23-cü sual. Deməli. Buradakı bütün uşaqlarla biz bu sualı işləmişik. Şagirdlər CB və CA düz xəttləri boyunca yönələn maili müstəvilər üzərində kürələrlə təcrübə aparır. CA və CB düz xəttlərinin tənlikləri 2x üstə n, mənfi 3x üstə m. Və C nöqtəsi AB xəttindən 1.8 metr. Yəni C nöqtəsindən AB xəttinə qədər bu perpendikulyar 1.8-dir. Yəni bura 1.8-dir. Yəni buranın uzunluğu 1.8 olduğundan y oxu üstündə olduğundan x-i 0-dır, y-i 1.8-dir. Yəni ay uşaqlar, bu da x-i 0, y-i 1.8-dən keçir. Bu da x-i 0, y-i 1.8-dən keçir. Gəl qoyaq yerinə. X-a 0, y-a 1.8 verəndə elə n 1.8 oldu. Yəni bu xəttin düsturu nədir? Y bərabərdir 2x üstə gəl 1.8. Elə burada da x-a 0, y-a 1.8 verəndə n 1.8 oldu. Onda bu nədir? Mənfi 3x üstə 1.8. Uşaqlar, bu A-nı mən necə tapım? Neyniyim? Y-ə 0 verək mən üçün. Bəli, x oxu ilə kəsişmədi. Y-a verdim 0. Y-a 0 verəndə 1.8 gəldi bu bir tərəfə. Mənfi 1.8. 2-yə bölündü. Mənfi 0.9. Həmçinin burada y-a 0 verdim. 1.8 keçdi sağa. Mənfi 1.8. Mənfi 3-ə bölündü. 0.6. Uşaqlar, buradan bura mənfi 0.9. Buradan bura 0.6. AB parçasının uzunluğu sağ ucun koordinatlarından sol ucun koordinatlarından çıxdıq. 1.5. Bu kimə aydın deyil? Aydın Ömer. Dördüncü sual. 7 dosent və 4 professor arasından trening üçün təsadüf seçilən 3 müəllimdən. Yəni uşaqlar 11 müəllimdən 3-ünü seçir. Bildiniz də burada niyə kombinezonla seçdim? Permütasiya ilə seçməyin mənası qalmırdı, düzdürmü? Bəli. İndi məsələ nədir? İkisi dosent, biri professor olsun. Yuxarıya nə yazaq onda? 7-dən 2. Yəni, bütün mümkün halların sayı kombinezon 11-dən 3-dür. 2 nəfər dosent olmalıdır. Yəni, 7 nəfərdən ikisini seçməliyəm. 4 nəfərdən də biri seçməliyəm. Çünki bir də professor olmalıdır. Və bunlar təbii ki, vurulmalıdırlar da bir-birlərinə. Deməli, vurma prinsipini məntiqlə ilə. Çünki eyni zamanda onu seçirəm, bu tərəfdən də bunu seçirəm. Bunlar vurulmalıdır. 7 vur, 6 vur, 4. Aha. Bu nədir? Bu 7 vur 6 böl 2. Yəni 7 vur 3. 3.
Bu 4-dən bir elə 4. 4. Bu biri Alttaki de 11 vur, 10 vur, 10, 9. 9. Böl nə? 6. Böl 1, 2, 3. O da qalxsın yuxarı. 1, 2, 3. Da yəni 1, 2, 3 faktorial 6 bəli. Deməli 3 vur 3 ilə 9 getsin. Bu 2 ilə 10 getsin 5. Beləliklə yuxarıda 7 vur 4. 28 Aşağıda bölü 55. 55. 55-də 28. Düzdürmü? 55-də Bəli. 28. Ha. 25-ci sual. Düz Düzbucaqlı sualdır. bəli, düzbucaqlı üçbucağın iti bucaqlarından birinin tangensi %75-dir. Mən bilirəm ki, tangens uşaqlar nəyin nəyə nisbəti idi? Kim deyər? Başlamış qarşının bitişik. Bəli, qarşının bitişiyi. Yəni bu qarşını bitişiyə böləndə 3/4 eləməlidir. Bura 3x, bura 4x deyən kimi Pifaqordan avtomatik hipotenuz 5x oldu. Düzbucaqlı üçbucaqda balaca yerin düsturu nədir? Aşağı Yox, getmək. balaca yerə, doğrudur. Balaca yerə qalıb da öncəcə perimetri verib. Perimetrdən gəl x-i tapaq tez-tez. 2. X2. Aha. Topladım 8 4. 12x 6, 8, bərabərdir 24. X oldu 2. Deməli bura 8, bura 10, bura 6. Balaca yerdə A üstə B 4, çıx 2 C bərabər deyil. 3. 2. Nədə anlaşılmıyor?